Gördüyümüz bütün əşyaları ilə birlikdə kubçalı, əla təmirli, şəxsi yaşayış üçün təmir olunmuş ideal bir mənzil təqdim edirəm sizlərə. 63 kvadrat metrdən ibarət 3 otağa düzəlmə. Yəni kiçik büdcə ilə 3 otaqlı ev axtaranlar üçün əla bir fürsətdir. Xırdalan şəhərinin tam olaraq mərkəz hissəsində. Köhnə bazarın qarşısında 16 mərtəbəli binanın 16-cı mərtəbəsində, dəyərli izləyicilər, qanuni mərtəbədir, üzəri betondur. Hətta bunu 17-nin 16-sı da adlandırmaq olar. Üzərində texniki mərtəbə var. Kubçalıdır, kubçası hazır əldədir və ipotekaya tam yararlıdır. Təqdimat edirəm sizə gördüyümüz belə bir gözəl qonaq otağı. Qonaq otağından isə bu hissədə belə bir səliqəli mətbəximiz var. Gördüyümüz şəkildə. Gözəl, işıqlı, səliqəli. 2 ədəd sürətli lifti var binamızın. Xırdalanda ən baxımlı binalardan biridir. İnşallah real alıcılar əlaqə saxlayanda mən MTK-nı təqdim edəcəm onlara. Gözəl, baxımlı, əla 16 mərtəbəli binanın 16-cı mərtəbəsi 2 ədəd sürətli Sigma lift tam qapıya qədər gəlir. İndi isə keçək mənzilin digər hissələrini sizlərə təqdim edim. Mənzilimizin əsas giriş qapısı. Giriş qapıdan daxil olduq. Belə bir dəhlizimiz var. Qeyd etdiyim kimi kiçik büdcə ilə 3 otaqlı mənzil axtaranlar üçün əla bir təklifdir. Kubçalı, kubça hazır əldə. Alqı-satqıya tam olaraq hazır şəkildə. Baxın, burada da bir yataq otağımız yerləşir. Bu otaqda isə bizim yerləşir qonaq otağı və mətbəxə keçidimiz. Burada isə böyük bir yataq otağımız. Əla təklifdir, ideal bir təklifdir və mərkəzdə yerləşir. Qiymət möhtəşəm bir qiymət. Tam əşyalı, qiymətə daxildir. Mənzildə gördüyümüz bütün hər bir əşya və texnika. Yəni evdən yalnız şəxsi əşyalar götürülüb çıxır. Xırdalanın da ən gözəl MTK-larından birində yerləşir mənzilimiz. Tam baxımlı 2 ədəd gözəl Sigma lift. Burada isə sanuzel qovşağıdır. Mənzilin istilik sistemi kombi sistemidir. Təbii ki, bütün kommunallar fasiləsiz olaraq mənzilə verilir. Dəyərli izləyicilər, ətraflı məlumat almaq üçün kanalımıza abunə olursunuz, bizi izləyirsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.